Herkese salam dostlar, Beşiktaş Media kanalına xoş gəldiniz. Bildiyiniz kimi bundan öncəki videoda hücumçu transferləri ilə bağlı sizlərə danışmışdıq. Bu videoda isə ani gələn xəbərlərə əsasən yaxın olan transfer haqqında danışacağıq. Belə ki, son günlərdə əldə etdiyimiz məlumatlara əsasən bunu bildirə bilərik ki, Beşiktaş Futbol Klubunun 25 oyuna qədər ən az bir transferi tamamlayacaq və bunu bildirəcək. Bəs bu transfer kim ola bilər? Belə ki, sezon sonu Fenerbahçe'nin ayrılması gözlənilən sağ cinah müdafiəçisi olan Bright Osay Samuel Beşiktaşın radarındadır. 27 yaşlı Nigeriyalı bu sezon Beşiktaşın ilk transferi kimi gözlənilir. Xatırladaq ki, önümüzdəki sezon Fenerbahçe klubunda sağ cinah müdafiəçisi kimi Mimovic çıxış edəcək və hətta bəzi xəbərlərə əsasən Osayi təklifə razıdır. Ancaq Osayi maaşı 2,5 milyon euro istəyərkən Beşiktaş bu maaşı 2 milyon istəyir. Əgər maaşda və digər şeylərdə razılıq əldə olunsa, transfer bu yaxın günlərdə tamamlanacaq. Bəs sizcə Svensson ya Osay Samuel? Və bir də bunu bildirə bilərik ki, Beşiktaş prezidenti olan Sərdar Adalı bütün xəbər saytlarına Beşiktaş ilə bağlı xəbər yayılmamasını bildirib. Transferlər gizli şəkildə ediləcək. Bu videoluk bu qədər. Bizi gözləyin, çünki hər ay ən yaxşı xəbərlərlə gələ bilərik.